Salamlar, kanalıma hoş gelmişsiniz. Bugün sizlerle elə bir resept sınayacağıq ki, siz bu videodan sonra əsla ve əsla marketten adikto almayacaqsınız. Çünkü adiktonu öz evinizde pişireceksiniz. Bunun için ilk önce bir çaşka kaynar suya bir çay kaşığı kofe katıp karıştırırıq ve onu serin bir yere koyuruq ki, karışımımız hazır olana kadar soysun. Bir qab götürürük ve yavaş-yavaş ingredientlərimizi əlavə edirik. İlk öncə 2 stəkan şəkər tozu əlavə edirik və yaxşı olar ki, digərlərini ələkdən keçirəsiniz. 2 stəkan un əlavə edirik. Lakin sonda görsəniz ki, qarışımınız çox durudur, biraz daha əlavə edə bilərsiniz və mən elə etdim. Ardınca çay kaşığının ucunda biraz duz, biraz soda əlavə edirik və yarım paket qabartma əlavə edib ələkdən keçiririk. Və ardınca 85 qram olmaqla kakao əlavə edirik. Burada kakaonun önəmi çoxdur. Çünki əgər kakaonuz keyfiyyətli kakao deyilsə, bu şirniyyatın dadına çox təsir edəcək. Çalışın ki, rus kakaosu olsun. Çünki həqiqətən də kakaonun dadı çox önəmlidir bu reseptdə və kakaonu da mütləq şəkildə ələkdən keçirin. Və qarışdırın. Qarışdırdıqdan sonra ortada bir boşluq yaradın və həmin boşluğa digər ingredientləri əlavə edək. Bunun üçün bizə lazımdır 2 yumurta, 1 stəkan süd və yarım stəkan bitki yağı. Bitki yağının da növü çox önəmlidir. Günə baxan yağı olsa daha yaxşı olar. Və qarışdırırıq. Burada qarışımımız görürsünüz biraz qatıdır və soyuyan kofeni əlavə edib yavaş-yavaş qarışdırırıq. Və tam qarışdıqdan sonra, bəli, videoda da göründüyü kimi sulu bir qarışım alınır. Əslində reseptin əslində orijinalında əlavə un edilmir. Lakin biz biraz un əlavə etdik. Və tavanı öncədən yağlı kağız səririk. Həmin yağlı kağızı və tavanın kənarlarını yağlayırıq. Və budur bişmiş görüntüsü. 30 dəqiqə ərzində bişir. 180 dərəcəlik sobada. Öncədən də 180 dərəcədə qızdırırıq və 180 dərəcədə bişir. 30 dəqiqə bəzən də çox apara bilər dəqiqə. Üzəri bu cür çartlayır və 2 şokolad götürürük. Burada götürdüyümüz 2 şokolad çox önəmlidir. Biri tünd şokolad olmalıdır, biri də südlü şokolad olmalıdır və keçirik içliyinin hazırlanmasına. 3 yumurtanın sarısı, 1 xörək qaşığı şəkər tozunu qatıb qarışdırırıq. Üzərinə stəkanın 4də 3-ü qədər qaymaq əlavə edirik və qaymağın 33 və ya 35% olmağı çox önəmlidir. Qarışımı bişərkən qətiyyən qaynamağa imkan vermirik. Qatlaşdıqda söndürürük ocağın altını və doğradığımız şokoladları əlavə edirik. Və tez bir şəkildə qarışdırırıq ki, şokolad əriyə bilsin. Şokoladlar əridikdən sonra bu qarışımı bir kənara qoyuruq ki, biraz soysun və keçirik içliyin ikinci hissəsinə. İçliyin ikinci hissəsi üçün bizə lazımdır 1 stəkan 33% qaymaq və qaymağı çalırıq. Qaymaq müəyyən dərəcədə özünü tutduqdan sonra 1 xörək qaşığı
Şəkər tozu əlavə edirik və qaymaq tam alana qədər çalırıq. Və burada gördüyünüz kimi qaymaqdan bir qaşıq götürüb az öncə hazırladığımız qarışımın içərisinə əlavə edib biraz qarışdırırıq. Sonra həmin şokoladlı qarışımı qaymağın üzərinə əlavə edəcəyik. Və budur. Qarışımımız hazırdır və çox ləzzətlidir. Və biskvitimizi 2 hissəyə bölürük. Daha doğrusu adiktumuzu 2 hissəyə bölürük. Təbii ki, soyuduqdan sonra və üzərinə kremi əlavə edirik. Və digər qatı da əlavə edib kremini çəkirik. Və ən əsas nüans, əgər həqiqi adikto dadını almaq istəyirsinizsə, bu şirniyyatımız tam-tamına 24 saat soyuducuda gözlədilməlidir.